Salam, mən Bakı İstanbul Liseyinin şagirdi. Mənim adım Elaydır, soyadım isə İmamlıdır. Mənim 10 yaşım var. 5-ci sinifdə oxuyuram və Azərbaycan bölməsiyəm. Mən Qəfərova Suzana, Bakı İstanbul Liseyinin İbtidai sinif Azərbaycan bölməsinin müəlliməsiyəm. Sizcə valideynlərinin uşaqların təhsilində rolu nə qədər vacibdir? Valideynlərin uşaqların təhsilində çox böyük rolu. İlk öncə onu deyə bilərik ki, şagirdin ilk müəllimi onun anasıdır. Yəni valideynində. Valideyndən təhsilini alır, daha sonra isə bizə ötürür, biz onları təhsilinin akademik səviyyəsinə çatdırırıq. Mənim fikrim tam başqadır. Amma məncə uşaqların özündən də asılıdır hər şey. Çünki valideyni o qədər əziyyət çəkib onu bu qədər məktəbə qoyub. Əgər uşaq oxumasa, müəllim əgər dünyanın ən möhtəşəm müəllimi belə olsa, uşaq oxumasa bunda uşağa qarşı təsir olmayacaq. Yəni ki, uşaq da oxumalıdır. Uşağın da rolu məncə valideyndən biraz aşağı da olsa rolu olmalıdır, vacibdir. Yox, o qədər də deməyək. Çünki valideynin uşağın həyatında, yenə deyirəm, bunu bir də vurğulayıram ki, rolu çox böyükdür. Çünki valideyn ilk olaraq onun ilk müəllimidir və onda evdə olan davranışlarını, onun ilk formalaşmasını ailədən gəlir və uşaq da ailədə nə görürsə, onu birbaşa təhsilində özünü biruzə verir. Sizcə valideynlərlə əməkdaşlıq qurmaq çətindir? Bəzən çox çətin olur. Çünki bilirsiniz ki, valideynlərin bəzilərinin şagirdinə, övladına yanaşması çox fərqlidir. Bəziləri hər bir şeyə qarışır, bəziləri isə tam kənardan müşahidə etmiş olur. Bəli, sizə çox qatılıram. Digər sualım isə belədir. Bəs sizcə valideyn və müəllimin fikirləri eyni olmasa ilk kimi addım atmalıdır? Məncə burada ilk addımı müəllim atmalıdır. Çünki bilirsiniz ki, düzgün valideyn və müəllim arasında olan münasibət təhsilə birbaşa təsir edir. Əgər valideynin öz fikirlərini müəllim də anlasa, daha uğurlu nəticəyə gəlib çıxmaq olar. Və eyni zamanda bunu vurğulamaq istəyirəm ki, ilk addımı müəllim nə üçün atmalıdır? Çünki bilirsiniz ki, müəllim cəmiyyətdə ən lazımlı şəxslərdən biridir. Yəni, o birbaşa təhsilə, şagirdin davranışlarına, gələcəyinə toxunur. Və həmçinin də mən belə düşünürəm, müəllim həm ziyalı, həm professional olduğu üçün hər müəllim ziyalıdır, amma hər valideyn ziyalı və professional olmadığı üçün məncə də elə ilk addımı valideyn yox, müəllim atmalıdır. Bəli. Bəs yaxşı əməkdaşlıq üçün necə amillər eləmək lazımdır? Yaxşı əməkdaşlıq üçün ilk növbədə valideyn, müəllim arasında olan hörmət, sevgi, anlayış olmalıdır və valideynlə əməkdaşlıq etdiyimizdə əgər valideyn müəlliminə hörmət qoyursa, bu birbaşa şagirdə yansıyır və şagird də onu sinifdə özündə biruzə vermiş olur. Sizcə bir uşaq hardan bilirsiniz ki, həmin uşaq savadlıdır yoxsa yox? Əlbəttə ki, bunu biz ilkin olaraq diaqnostik edirik və diaqnostik testdən uşaq özünü biruzə verirsə, biliyini, akademik nəticəsini göstərirsə, artıq bilir ki, onun bazası var. Bəs siz əgər, mən bilirəm ki, iki cür uşaq olur. Biri dərslərdə dəhşət aktiv olub, testlərdə zəif yazır. Biri dərslərdə isə pasiv olub, testlərdə dəhşət yüksək alır. Sizcə hansı uşaq daha savadlıdır? Əlbəttə ki, çalışqan uşaq hər zaman savadlı olur. Testlər o demək deyil ki, şagird savadlıdır. Ola bilər ki, şagird testləri yazdığı zaman hər hansı bir səhvə yol verə bilər. Amma bu o demək deyil ki, onun akademik nəticəsi aşağıdır. Sizcə qız şagirdləri siz savadlı tapırsınız yoxsa oğlan? Elə deyə bilmərəm, çünki bu cins ayrılığı ola bilər. Oğlan-qız fərdlərini ayırmayaq. Çünki beyinlər bilirsiniz ki, daha yaxşı inkişaf etmək üçün sağ beyin, sol beyin. Biz onları məşqlərdə daha çox istifadə edirik. Hər ikisi inkişaf etdikdə mükəmməl nəticə əldə etmək olar. Və uşaqlarda savadları heç vaxt ayırmaq olmaz. Mən sizə ona görə ki, bu sualı verdim. Çünki mən çox vaxt internetdə də baxanda və yaxud da ki, bəzi müəllimlər, keçmiş müəllimələrindən, lap əvvəlki dövlət məktəbində oxuyanda belə şeylər eşitmişdim ki, əslində deyirdilər ki, oğlanın beyni qızdan daha çox yaxşı götürür və mən ona görə bunu sizdən soruşdum. Yanlış fikirdir, mən onu deyə bilərəm. Yəni ki, onun fərqi yoxdur. Hər iki fərdin mükəmməl beyni, zehni və anlamaq qabiliyyəti var.
Bil Talks'un birinci buraxılışı bu qutardı. Əgər sizin də mənim kimi razı olmadığınız nüanslar varsa, rəylərə yaza bilərsiniz.